ABŞ prezidenti Donald Trump sosial media hesabında İranla bağlı son dərəcə sərt və narahat edici açıqlama yayıb. Xəbər zılağı az xəbər verir ki, Trump paylaşımında mümkün fəlakətli ssenariyə işarə edərək aşağıdakı ifadələri işlədib. Bu gecə bütün bir sivilizasiya məhv olacaq, heç vaxt yenidən doğulmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Lakin indi tam rejim dəyişikliyi baş verdiyindən digər daha ağıllı, daha az radikal ağıllar üstünlük təşkil etdiyi zaman bəlkə də inqilabi və gözəl bir şey baş verəcək. Kim bilir? Bunu bu gecə dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki sona çatacaq. Tanrı böyük İran millətinə xeyir versin bu açıqlama. Beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Analitiklər hesab edir ki, Trump'ın bir sivilizasiyanın məhvi ilə bağlı ifadələri regionda mümkün ən ağır ssenarilərə, o cümlədən kütləvi dağıdıcı silahların eləcə də taktiki atom bombasının istifadəsi ehtimalına işarə kimi qəbul olunur. Xəbər zolağı AS-a görə bu yalnız İran üçün deyil, bütövlükdə Yaxın Şərq və Cənubi Qafqaz regionu üçün də ciddi təhlükə siqnalıdır. Belə bir ssenari enerji bazarlarından tutmuş təhlükəsizlik arxitekturasına qədər geniş miqyaslı nəticələr doğura bilər.